Qapını açan kimi onun mənə baxdığını gördüm. Qaranlıqda dayanmışdı, dodaqları tərpənirdi və mənim adımı deyirdi. Qaçmağa başladım, amma ayaqlarım yerində qalmışdı. Mənim adım Elçindir, 26 yaşım var, Bakıda kiçik bir mənzildə tək yaşayıram. Valideynlərim rayondadırlar, amma mən işə yaxın olmaq üçün ayrı qaldım. Normal bir həyatım var, ya da belə düşünürdüm. Hər şey o gecəyə qədər normaldı. 2 həftə əvvəl başladı. İlk dəfə eşidəndə saatın 03:17 olduğunu xatırlayıram, yatmaq istəmirdim. Sadəcə yatağımda uzanıb tavana baxırdım. O vaxt pıçıltını eşitdim. Çox zəif idi, sanki kimsə qulağıma pıçıldayırdı, amma otağın o biri küncündən gəlirdi. Elçin, dondur qaldım. Ürəyim döyünməyə başladı. Əvvəlcə eşitmədiyimi düşündüm, ya da kənardan gələn səs olduğunu. Amma o an dərin sükut vardı. Heç nə, heç bir səs. Yalnız o pıçıltı. Yataqdan qalxıb işığı yandırdım. Otaq boş idi. Pəncərəni yoxladım, bağlı idi. Qapını açıb dəhlizə baxdım. Heç nə. Özümü sakitləşdirməyə çalışdım. Yəqin ki, yorğunluqdan eşitmişəm, dedim özümə. Amma bu mənə arxayınlıq vermədi. Növbəti gecə yenə oldu. Eyni saat 03:17. Bu dəfə daha aydın idi. Elçin. Elçin. 2 dəfə. Adımı 2 dəfə çağırdı. Dərhal ayağa sıçradım və işığı yandırdım. Ürəyim o qədər güclü döyünürdü ki, səsini eşidirdim. Otağın hər yerini axtardım. Dolabı açdım, yatağın altına baxdım, hər yeri. Heç nə. O gecə yata bilmədim. Sabaha qədər işıq yanıq qaldı. İşə gedəndə özümü əldə saxlaya bilmirdim. Dostum Rəşadla çay içəndə ona danışmaq istədim, amma nə deyəcəyimi bilmirdim. Gecələr adımı çağıran səs eşidirəm desəydim, məni dəli sayardı. 3-cü gecə gözləyirdim. Bilirdim ki, yenə olacaq. Saat 3-ə yaxın yuxuya getməməyə çalışdım. 03:15-də telefonuma baxdım. 2 dəqiqə qaldı. Ürəyim ağzıma gəlmişdi. Otaqda tam sükut vardı. Yalnız saatın tıqqıltısını eşidirdim. 03:17. Elçin gəl. Bu dəfə dəhliz tərəfdən gəldi. 2 söz. Adım və gəl. Amma bu dəfə fərqli bir şey vardı. Səs tanış gəldi. Sanki kiməsə oxşayırdı, amma kimi olduğunu xatırlaya bilmirdim. Yataqdan qalxdım. Bilmirəm niyə, amma qorxum marağa çevrilmişdi. Qapıya yaxınlaşdım və yavaşca açdım. Dəhliz qaranlıq idi. İşığı yandırmadım. Bilmirəm niyə yandırmadım. Orada dayanıb dinlədim. Heç nə eşitmədim. Amma bir şey hiss etdim. Soyuq. Dəhliz çox soyuq idi. Elə bil ki, pəncərə açıq qalmışdı, amma pəncərə yox idi. Mətbəxə tərəf getdim. Addımlarım döşəmədə səslənirdi. Hər addımda ürəyim daha da sürətlənirdi. Mətbəxin qapısına çatanda dayandım. İçəridən nəfəs səsi gəlirdi. Kimsə nəfəs alırdı. Qorxudan əllərim titrəyirdi. Qapını açmaq istəmirdim, amma açdım. Mətbəx boş idi. Heç kəs yox idi. Amma nəfəs səsi davam edirdi. Sanki birisi mənim arxamda dayanmışdı. Dönməyə qorxdum. Bilirdim ki, dönməməliyəm. Amma döndüm. Arxamda heç kəs yox idi. Yalnız qaranlıq dəhliz. Otağıma qayıtdım və qapını bağladım. O gecə işıq yanıq yatdım. Səhərə qədər gözüm açıq qaldı. Növbəti günlər daha pis oldu. Artıq yalnız gecələr deyil, gündüzlər də səs eşidirdim. İşdə oturanda, yemək yeyəndə, hətta küçədə gedəndə. Hər dəfə adımı çağırırdı. Hər dəfə pıçıldayırdı. Ailə həkiminə getdim. Ona yuxusuzluqdan şikayətləndim. Səs haqda danışmadım. O mənə dərman verdi və dedi ki, stressdən olur. Dərmanlar aldım, amma işləmədi. Rəşada danışmağa qərar verdim. Onu evimə çağırdım.
Gələndə oturdub hər şeyi ona izah etdim. O əvvəl güldü, sonra üzümdə ciddilik görəndə dayandı. Bəlkə qonşularındandır, dedi. Yox, qonşular uzaqdadır. Və səs daxildən gəlir. Psixoloqa getməyi düşünmüsənmi? Onun bu sözü məni incitdi. Dəli deyiləm, sadəcə bir şey baş verir və bilmirəm nədir. Rəşad o gecə məndə qaldı. Dedim ki, saat 3-ə kimi oyan qalaq. O razı oldu, amma saat 2-də yuxuya getdi. Mən oyaq qaldım. 03:17 oldu. Elçin. Səs yenə gəldi. Rəşada baxdım. O yatırdı. Onu oyatmaq istədim, amma əlimi saxladım. Bilirdim ki, o eşitməyəcək. Qalxıb dəhlizə çıxdım. Bu dəfə işığı yandırdım. Hamısını. Hər bir işığı. Mənzil gündüz kimi aydın oldu. Amma səs davam edirdi. Elçin, gəl buraya. Gəldiyi tərəfə getdim. Vanna otağına. Qapı örtülü idi. Səs içəridən gəlirdi. Qapını açdım. Güzgüdə öz əksimi gördüm. Amma bir anlıq sanki fərqli göründü. Sanki əksim mənə baxırdı. Gözlərim. Mənim gözlərim deyildi. Geri çəkildim və qapını bağladım. Otağıma qaçdım. Rəşad hələ də yatırdı. Səhər o duranda mənə dedi ki, heç nə eşitməyib. Bütün gecə sakitlik olub. Mən ona inanmadım, amma danışmadım. Həftə sonunda valideynlərin yanına getdim. Onlara heç nə demədim, sadəcə bir neçə gün qalmaq istədiyimi söylədim. Anam sevinirdi, atam da fikirləşdim ki, bəlkə mənzildən uzaqlaşsam səs dayanar. Amma dayanmadı. İlk gecə orada da eşitdim. Saat 03:17. Eyni səs. Eyni pıçıltı. Elçin. Amma bu dəfə başqa bir şey oldu. Səs dedi ki, mən səninləyəm. Yataqdan qalxdım və valideynlərin otağına getdim. Qapılarını döydüm. Anam açdı. Nə olub, dedi narahat. Heç nə, sadəcə sizinlə danışmaq istədim. O məni içəri buraxdı. Atamla oturdub çay içdik. Onlara hər şeyi danışdım. Əvvəl inanmadılar, sonra üzümdə qorxunu görəndə narahat oldular. Anam dedi ki, balaca olanda çox qorxaq uşaq olmuşam. Qaranlıqdan, tənhalıqdan qorxurdum. Hətta bir dəfə gecə oyansa içində başqa birinin olduğunu deyərdim. Bunu xatırlamırdım. Yəni xatırlamaq istəmirdim. Atam dedi ki, bu keçəcək, sadəcə özümü yormamaq lazımdır. Amma onun gözlərində narahatlıq gördüm. Bilirdi ki, bir şey baş verir. Həmin gecə yenə oyaq qaldım. Saat 3-ü gözlədim. 03:17 oldu. Amma bu dəfə səs gəlmədi. Heç nə. Sükut. Əvvəlcə rahatladım. Fikirləşdim ki, bəlkə anamın dediyi doğrudur, sadəcə stressdir. Amma sonra başa düşdüm. Səs gəlməyib, çünki artıq gəlməsinə ehtiyac yox idi. Ayağa qalxdım və güzgünün qarşısına keçdim. Əksimə baxdım. O mənə baxdı. Amma mən ona baxmırdım. O mənə baxırdı. Əlimi qaldırdım. Əksim əlini qaldırmadı. Ürəyim dayandı. Ya da elə hiss etdim. Əksim gülümsədi. Mən gülümsəmədim. Geriyə çəkildim. Əksim yerində qaldı. Güzgüdə. Mənə baxırdı. Elçin, dedi. Səs güzgüdən gəlirdi. Əksimin dodaqları tərpənirdi. Elçin, niyə qaçırsan? Otaqdan çıxdım. Qapını bağladım. Valideynlərin otağına getdim və qapılarını döydüm. Heç kəs açmadı. Daha da güclü döydüm. Yenə cavab yox. Qapını açdım. Otaq boş idi. Yataq düzülmüşdü. Heç kəs yatmamışdı. Amma onlar yatmışdılar, mən görmüşdüm. Mənzili axtardım. Heç kəs yox idi. Evdə tək idim.
Amma tək değildim. Elçin. Səs arxamdan gəldi. Dönməyə qorxdum. Amma döndüm. Orada durmuşdu. Mənim kimi görsənirdi. Mənim üzüm, mənim gözlərim, mənim paltarım. Amma o mən değildim. Sən kimlərsən, dedim. O gülümsədi. Mən səndən öncə burada idim. Uzun müddət. Tənha. Amma indi artıq deyiləm. Nə istəyirsən? Heç nə. Sadəcə yer dəyişmək. Başa düşmədim. Ya da başa düşmək istəmədim. O yaxınlaşdı. Mən geri çəkildim. Divara söykəndim. Qorxma, dedi. Ağrıyacaq deyil. Əlini uzatdı. Sinəmə toxundu. Soyuq. Çox soyuq. Elə bil ki, buz məni bürüdü. Nəfəs ala bilmirdim. Danışa bilmirdim. Hərəkət edə bilmirdim. Gözlərimin qarşısında hər şey bulanıqdı. Onun üzünü görürdüm. Mənim üzümü. Gülümsəyirdi. Sonra qaranlıq oldu. Oyandım. Ya da elə bil oyandım. Yataqda idim. Öz yatağımda. Öz mənzilimdə. Günorta idi. Günəş pəncərədən içəri vururdu. Ayağa qalxdım. Başım ağrıyırdı. Güzgünün qarşısına getdim. Əksimə baxdım. Mən idim. Heç bir fərq yox idi. Amma bir şey dəyişmişdi. Bilmirdim nə, amma hiss edirdim. Telefonu götürdüm. Anamı zəng etdim. Cavab vermədi. Atamı zəng etdim. O da cavab vermədi. Rəşadı zəng etdim. Hə, dedi. Rəşad, mənəm. Kim? Elçin. Sükut oldu. Rəşad? Mənim tanıdığım Elçin adlı heç kəs yoxdur, dedi və telefonu bağladı. Qapını açıb çölə çıxdım. Qonşuma rast gəldim. Həmişə mənimlə salamlaşardı. Salam, dedim. O məni eləcə ötüb keçdi. Sanki görmürdü. Evə qayıtdım. Güzgünün qarşısına keçdim. Uzun müddət baxdım. Mən idim. Amma deyildim. Əlimi güzgüyə toxundurdum. Soyuq idi. Barmaqlarımla səthinə vurdum. Səs çıxmadı. Sanki su idi. Əlimi içəri soxdum. Güzgü məni buraxdı. Başa düşdüm. Artıq başa düşdüm. Mən o tərəfdəyəm. Güzgünün o tərəfində. İndi mən adlarını çağıracağam. Gecələr saat 03:17-də. Pıçıldayacağam. Gələnə qədər. Çünki burada tənhayam. Və tənhalıq ağrıdır. Bu qeydlər Elçin Məmmədovun mənzilində tapıldı. Ailəsi deyir ki, o bir həftədir yoxa çıxıb. Polis axtarır, amma heç bir iz yoxdur. Yalnız bu səhifələr. Əli ilə yazılmış. Qəribədir ki, yazdığı gündən sonra heç kim onu görməyib. Sanki heç vaxt olmayıb. Mənzili yoxlayanda hər şey düzgün idi. Heç bir mübarizə əlaməti, heç bir qəribəlik. Yalnız vanna otağındakı güzgü çatlamışdı. Sanki içəridən vurulmuşdu.